Moldovanın Kişinyov şəhərində təşkil edilən Gələcək üçün Sinerjilərin Təminatı elmi praktik konfransının ilk günündə təşkil edilən 5-ci paneldə özünü qandarma Dağlıq Qarabağın sakini kimi təqdim edən erməni qız tərəfindən çıxış zamanı Azərbaycanla bağlı təhrif olmuş və qərəzli fikirlər səsləndirildi. Təəssüf ki, təşkilatçılar tədbirin məqsədlərinə tam zid olan belə çıxışa imkan yaratdılar. Mən çıxışa etiraz edərək erməni təmsilçisinin çıxışının dərhal dayandırılmasını tələb etdim. RTV Xarasa istinadən xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə erməni qızın qərəzli çıxışı Azərbaycan nümayəndə heyətinin digər üzvlərinin də narazılığı ilə qarşılanıb. Çıxışıma imkan yaradılmadığı üçün ayağa qalxaraq fikirlərimi bildirmə məcburiyyətinə qaldım. Bildirdim ki, Dağlıq Qarabağ adlı yer yoxdur. Azərbaycanın Qarabağ iqtisadi rayonu var. Şüarı dialoq olan beynəlxalq tədbirdə separatizm meyilləri təqdim oluna bilməz. Tədbirdə qərəzli siyasi bəyanat səsləndirməkdənsə Qərbi Azərbaycanı zorla tərk etmiş 300 min azərbaycanlının hüquqlarından danışmaq və regionda sülhü dəstəkləmək lazımdır. Qərəzli yanaşmalarla Qafqazda sülhə nail olmaq olmaz. İsrailli tərkdən sonra erməni nümayəndənin çıxışı dayandırıldı və ona çıxışını davam etdirməyə imkan verilmədi. Təşkilatçıların nümayəndəsi baş verənlərə görə Azərbaycan nümayəndə heyətindən üzr istədi.